Aç yakın gel. Ne buyurursun Aymir'de? Bir dil ki qəm düçar ola. Ağlar, ağlamaz. Ben ne bileyim Aymir'de? Enduhi qüssə yarı ola. Ağlar, ağlamaz. Kurban olun bize. Benim böyle şeylerden başım çıkmaz. Bir savat, avam adamım da. Doğrudur, avamsın. Bunlar güzel sözlerdi. Ged oğlunu oxut. Qoy belə şeylerden lezzet alsın. Rüşvet verirsən. O biri mirseler alırlar ahi. Rüşvet almaq adamı qorxaq, gözü kölgəliliyə. Ne lazım? Ayda 25 manat mevacibim var da başımdan girib ayağımdan çıxır. Hoş getdi. Hoş getdin aç. Allah kömeğin olsun. Götür, çık git. Ahmet Bey. Sizin kağızınız Mirza Səfərdədir, üzün köçürdür. Hı. Əyləş. Mirza, benim kağızımı yaz, aparım. Gözlə, bu saat yazarım. Elimdə özgə iş var. Sen yəqin məni yaxşı tanımırsan Mirza. Mən Əhməd bəyəm. Paris'ten bir ay olar qayıtmışam. Gözlə. Bilirsən, mən Həsən ağanın qohumuyam. Doğrudan Həsən ağanın qolmusan? Doğrudan. Sən Allah, Həsən ağanın qolmusan. Vallahi Həsən ağanın qohumuyam. Sən Həzrət Abbas, Həsən ağanın qolmusan. Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. De gələn sən Həsən ağanın adamıyam. Sən öl Həsən ağanın adamıyam. Onda gəlməyin boynuma. Neynim? Həsən ağanın qolmusan. Gözlə vaxtında kağızını hazır olar, apararsın. Yaxşı. Aydındır. Danışarıq. Mirza Səfər. Bəli, cənab naçalnik. Mirza Səfər. Bəli. Məyər sən yadından çıxartmırsan ki, Həsən ağa kimdir? Məyər sən bilmirsən ki, Həsən ağa bu məhəllənin böyüyüdür, ağsaqqalıdır? Məyər sən bilmirsən ki, Həsən ağa tək bizim yox, cəv mahalın atasıdır, ağsaqqalıdır? Yəni, siz də bilmirsiniz ki, Həsən ağa bizim himayədarımızdır? Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur. Həsən ağa bütün şəhəri dağıdar, yandırar. Ona gözün üstə qaşın var deyən tapılmaz. Həsən ağanın qardaşı oğlu bu dəftərxanadan növbə gözləməməlidir. Həsən ağanın qardaşı oğlu bu dəftərxanadan növbə gözləməməlidir. Gözləməməlidir. Mirza Səfər, papağını götür, ged buradan. Cənab naçalnik, yəqin elə ki, mən buradan gedəsi olduqda, papağı burada qoymayacağım. Padişahdan alıb yediyin məvacib iki gözünün deşiğindən gəlsin. Mirza Səfər. Sen beni yanına çağırıp dedi ki, Kerbela İzzal, sen dünya görmüş bir Karadavoysan. Başka şehirlerden gelen Karadavoylar cürbecür şeyler tapır. Ama sen, mesela olar gülle tapır, tüfeği tapır, tapanca tapır. Sen bir pasti bomba da tapmamışsan. Ya sen rüşvet alırsan, ya da ki kocalır, zayi olursan. Eğer iş böyle geçse, seninle hudafisleşmeli olacak.
Eğer iş böyle geçse seninle Hudaharsleşmeli olacağım.